Apteklərdə C vitamini preparatlarından birini tapmaq müvəqqəti olsa da bir müddət qeyri-mümkün olacaq. Dərman vasitəsinin satışı artıq dayandırılıb. Bunun qiymətlərə və tədarükə necə təsir edəcəyi isə sual altındadır. Yüksək dozalı C vitamininin ehtiyatı olan Paskaribin 2026-cı ilin iyun ayından etibarən apteklərdə satışının dayanacağı gözlənilir. Preparatın ölkədəki qeydiyyat müddəti may ayının sonunda başa çatacaq. Artıq apteklərdə də bu preparatları tapmaq mümkün deyil. Sadəcə sisteminin Paskaribin adı ilə sistemi olurdu. Onun istifadə müddəti bitir, 6-cı ay olduğuna görə hal-hazırda yoxdur. Həkim terapevt Zakir Quliyevin sözlərinə görə yüksək dozalı C vitamini onkoloji xəstələrdə, immunitet zəifliyi olan insanlarda, infeksiyon və virus xəstəliklərində, eləcə də vərəm xəstələrinin dəstəkləyici müalicələrində istifadə olunur. Bu demək deyil ki, vitamin C istifadə edə bilməyəcək. Xeyr, vitamin C-lərin bir neçə artıq flakonları birləşdirərək o bir tək flakonda olan yüksək dozanı əldə etmək mümkündür. Həkimin sözlərinə görə bu tip müalicələri planlaşdıran şəxslər üçün vaxt faktoru mühüm rol oynayır. Çünki bu preparat yalnız həkim nəzarəti ilə aparılmalıdır. Yüksək dozalı C vitamininin preparatlarının ölkədə müvəqqəti əlçatanlıq məhdudiyyəti ilə əlaqədar olaraq müalicəni planlaşdıran xəstələrin bu faktoru nəzərə alması və qərarlarını vaxtında verməsi tövsiyə olunur. İlkənə Vaqif qızı, Məhəmməd Həsənzadə, Space xəbər.